Eşi bez zırra. Mən cənab Köçəryana təklif edirəm ki, elə özü eşşək kimi anqırsın, amma həvəslə. Görək nə qədər baxış yığacaq. Mərz edirəm ki, onun orta statistik baxışlarını ümumiyyətlə keçməyəcək. Paşinyan Köçəryana eşşək kimi anqırmağı təklif edib. Ermənistanda 7 iyuna təyin olunmuş parlament seçkiləri ərəfəsində siyasi mübarizə getdikcə qızışır. Baş nazir Nikol Paşinyan və keçmiş prezident Robert Köçəryan arasında gedən rəqabət ölkənin ictimai-siyasi həyatının əsas mövzusuna çevrilib. Bir çox ekspertlər Köçəryanı Paşinyanın ən güclü rəqibi hesab edir və seçkilərin nəticələrinin məhz bu iki siyasətçi arasındakı mübarizədən asılı olacağını bildirirlər. Köçəryan Ermənistan blokunun baş nazir namizədi kimi çıxış edir və Paşinyanın rəhbərliyini kəskin tənqid edərək ölkədəki vəziyyəti dəyişdirməyə söz verir. Bu qızğın seçki fonunda baş nazir Nikol Paşinyan sosial mediada son dövrlərdə böyük populyarlıq qazanır. Onun paylaşdığı videolar və hekayələr milyonlarla baxış toplayır. Hətta Paşinyan özü də bu vəziyyəti qeyd edərək sosial şəbəkələrdə fəal şəkildə hekayələr, story paylaşır. Məhz bu kontekstdə Paşinyan son çıxışında keçmiş prezident Robert Köçəryanın sözlərinə istinad edərək diqqət çəkən və ironik fikirlər səsləndirib. Köçəryan iddia edib ki, əgər Ermənistanda hər hansı siyasətçi və ya tanınmış şəxs eşşək kimi anqırsa və bunu həvəslə etsə, onun videoları milyonlarla baxış toplaya bilər. Baş nazir bu fikrə ironiya ilə yanaşaraq Köçəryana müraciət edib və onu bu təcrübəni özü keçirməyə, yəni həvəslə eşşək kimi anqırmağa çağırıb. Sizcə Ermənistanda keçirilən seçkilərdə kim qalib gələcək?